Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 6-cı sinif təbiət kitabının birinci bölməsinin sonu, ümumiləşdirici tapşırıqlar mövzusunun izahlarına baxmış olacaq. Birinci tapşırığa baxaq. Arabanın sürəti artırsa, alt tərəfindən arabaya təsir edən qüvvə haqqında hansı fikir doğrudur? Deməli uşaqlar, arabanın sürəti artır. At arabaya ip vasitəsilə qüvvə tətbiq edir. Əlbəttə ki, bu qüvvə dartma qüvvəsidir. İtələmə qüvvəsi ola bilməz. Çünki itələmə qüvvəsi olsaydı, o zaman gərək at arxa hissədə olmuş olardı və bu zaman itələmə qüvvəsi tətbiq etmək mümkün olardı. Amma at arabanın önündə olduğuna görə, demək ki, dartma qüvvəsindən danışmaq lazımdır. Bəs hansı istiqamətdə? At sağa doğru hərəkət etdiyi üçün demək ki, dartma qüvvəsi də sağa doğru olmalıdır ki, araba irəliləmə hərəkət etmiş olsun. Demək ki, arabaya hansı qüvvə təsir edər? Arabaya sağa doğru dartma qüvvəsi təsir etmiş olar. Keçək ikinci məsələyə. İkinci məsələdə deyilir, qüvvə ilə bağlı hansı fikirlər doğrudur? Birinci variantda deyilir ki, cismə bir neçə qüvvə təsir edə bilər. Düzgün deyirsiniz uşaqlar. Cismə eyni zamanda bir neçə qüvvə təsir edə bilərmi? Əlbəttə ki, edər. Çünki axı biz demişdik, məsələn, suyun içərisindəki hər hansısa bir top götürək. Həmin topa eyni zamanda həm ağırlıq qüvvəsi Fa, eyni zamanda həmin topu yuxarıya doğru qaldıran F Arximed qüvvəsi də var ki, iki qüvvədən danışmış olduq. Ona görə cismə eyni zamanda bir neçə qüvvə təsir edə bilərmi? Bəli, edə bilər. Təsiri qiymətindən, istiqamətindən və tətbiq nöqtəsindən asılıdır. Əlbəttə ki, biz öyrənmişdik ki, qüvvənin təsiri 3 amildən asılıdır. Qiymətindən, istiqamətindən və tətbiq nöqtəsindən. Üçüncü, həmişə hərəkət istiqamətində təsir edir. Qüvvə həmişə hərəkət istiqamətindəmi təsir edir? Xeyr. Məsələn, tutaq ki, bizim arabacığımız hal-hazırda bu cisim tutaq ki, sağa doğru hərəkət edir. Mən əgər bu cismə sola doğru hər hansısa bir qüvvə tətbiq edərəmsə, bu cisim yavaşlayan hərəkət edər. Yəni, demək ki, qüvvə həmişə hərəkət istiqamətində təsir etməz. Cisimlərin sürətini hər zaman artırar. Qüvvə cisimlərin sürətini hər zaman artırar? Xeyr, artırmaz. Bayaqki misala dönək. Bayaqki misalda necə deyirdik? Əgər bizim cisimimiz sağa doğru hərəkət edirsə, mən ona sola doğru hər hansısa bir qüvvə ilə təsir edərəmsə, bu zaman hansısa bir irəliləmə, yəni sürətin artmasından danışmaq olarmı? Xeyr, əlbəttə ki, yox. Bu zaman cismin sürəti azalmış olar. Növbəti tapşırıqda deyilir, şagird qollu tərəzi ilə M cisminin kütləsini ölçür. O cismi dinamometrə qoyarsa, dinamometrin göstəricisi nə qədər olar? Biz bilirik ki, dinamometr qüvvəni ölçür. Qüvvə də ağırlıq qüvvəsi hansı düsturla hesablanır? F bərabərdir M vurulsun J düsturu ilə. İndi bizə deyir ki, burada tərəzidən görürük ki, bu M cisminin kütləsi 4-ə bərabərdir, düzdür? Demək ki, M bərabərdir 4 kiloqram. J-mizi də yerdə 10-a bərabər olduğunu bilirik. Gətirib yerinə qoysaq, nə olacaq? 4 vurulsun 10, bu da bərabərdir 40 Newton. Demək ki, dinamometr neyi göstərəcək? 40 kiloqramı yox, 40 Newtonu göstərmiş olacaq. Dördüncü tapşırıqda deyir ki, astronavt X planetində çantasını qaldırmaq üçün yerdəkindən daha çox qüvvə tətbiq edir. Aşağıdakılardan hansı doğrudur? Yer planeti götürək, bir də hər hansısa bir digər bir planeti götürək. Buna da deyək X planeti, buradakına uyğun olaraq. Deyir ki, astronavt çantasını qaldırmaq üçün
X planetində yerdəkindən daha çox qüvvə tətbiq edir. Bax, tutaq ki, bizim çantamız M bərabərdir 5 kiloqramdır. Bu 5 kiloqramlıq çantanı astronavt yerdə müəyyən bir qüvvə ilə dartır, qaldırır. Amma digər planetdə daha çox qüvvə tətbiq edir. Burada sizcə dəyişən nədir? Baxın, biz bilirik ki, ağırlıq qüvvəsi F bərabərdir M vurulsun J ilə hesablanır. Astronavtın götürdüyü o çantanın kütləsi dəyişmir. M dəyişmir. Yəni, çanta yer kürəsində də 5 kiloqramdır. Aparıb mən o hansısa bir planetə qoysam, orada da onun kütləsi dəyişməyib də 5 kiloqramdır. Amma dəyişən nəsə var ki, F-i burada artıb. Hə, bax, düstura fikir versək, F-i artıbsa, demək ki, J-si də artıb. J nə idi? Qravitasiya sahəsinin intensivliyi. İndi variantlara baxsaq, X planetində çantaya təsir edən cazibə qüvvəsi yerdəki cazibə qüvvəsindən çoxdur. Bax, bizim bu dediyimiz qravitasiya sahəsinin intensivliyi, yəni cazibə qüvvəsi. X-dakı cazibə qüvvəsi yer planetindən çox olduğu üçün daha çox qüvvə tətbiq etmiş olur. Düzgün cavabımız oldu C variantı. Keçək indi növbəti tapşırığa. Növbəti tapşırıqda deyir ki, şəkildəki vasitələrdən hansı hazırlanarkən müqavimət qüvvəsinin artırılması nəzərdə tutulmuşdur. Baxın uşaqlar, gəminin quruluşuna fikir versək, görərik ki, uc hissəsi daha sivri formasındadır. Eyni zamanda sürətli qatara da fikir versək, daha sivridir və təyyarələrdə də sivri formadadır. Bunun səbəbi bilirsiniz nədir? Çünki hərəkət zamanı hava təbəqəsini daha rahatlıqla yarsın və daha az müqavimətlə daha böyük bir sürət almış olsunlar. Yəni, bu sivri olma səbəbi bundan ibarətdir. Deməli, artıq aydın olmuş oldu ki, A, B və C şəkillərində bu vasitələri hazırlayarkən mümkün qədər çalışılmışdır ki, müqavimət qüvvəsi aşağı olsun. Demək ki, doğru variant D variantıdır. Keçək indi 6-cı suala. 6-cı sualda deyilir ki, avtomobil buzlu və asfalt yolda hərəkət edir. A variantı. Sizcə avtomobil hansı yolda sürüşmədən hərəkət edər və nə üçün? Biz bilirik ki, əlbəttə ki, avtomobil asfalt yolda daha rahatlıqla hərəkət edər, nəinki buzlu yolda. Bəs bunun səbəbi niyə görədir? Niyə görə buzlu yolda hərəkət daha çətinləşir? Bunun səbəbi sürtünmə qüvvəsidir. Sürtünmə o zaman artar ki, nahamarlıq artsın. Yəni, cismin kələkötürlüyü çox olarsa, sürtünmə qüvvəsi artar. Düzdür? Amma bu kələkötürlüyü aradan qaldırarsa, necə ki, buzlu yolda elədir. Buzlu yolda bu kələkötürlük aradan qalxmış olur və düz hamar səth yaranmış olur. Əlbəttə ki, bu düz hamar səthin üzərində sürüşmə daha çox artır. Və bu baxımdan buzlu yolda avtomobillərin hərəkəti çətinləşmiş olur. B variantında deyilir, sizcə hərəkəti asanlaşdırmaq üçün aşağıdakılardan hansılarını etmək olar? Nə üçün? Buzlu yolda zəncirli təkərlərdən istifadə etmək. Əlbəttə ki, bu doğru fikirdir. Çünki buzlu yolda zəncirli təkərlərdən istifadə edən zaman biz yenə də nahamarlığı artırmış oluruq, kələkötürlüyü artırmış oluruq. Kələkötürlüyü artdığına görə də sürtünmə artır və bu baxımdan buzlu yolda hərəkət asanlaşmış olur. Buzlu yola qum səpmək yenə də eyni fikirdir. Yenə də burada kələkötürlüyü artır. Yenə də sürtünmə ona görə də artmış olur. Buzlu yola yağ dökmək. Əlbəttə ki, bu düzgün fikir deyil. Çünki buzlu yol, sən üstünə bir də yağ döksən, əlbəttə ki, daha da hamar sürüşkən səth yaranmış olacaq və bu zaman əlbəttə ki, sürtünmə daha da artmış olar. Keçək indi növbəti məsələyə. Növbəti məsələdə deyilir ki, qayağa təsir edən Arximed qüvvəsi 2000 Newton olarsa, onun kütləsi nə qədərdir? Baxın uşaqlar, fikir verəyin, qayıq hal-hazırda burada stabil, sükunətdədir, hərəkət etmir. Hərəkət etmirsə, demək ki, bu qayağa təsir edən qüvvələr
bir-birini tarazlaşdırır. Qayığa hal-hazırda təsir edən qüvvələr aşağıya doğru özünün ağırlıq qüvvəsi F ağırlıq, bir də yuxarıya doğru cismi yuxarıya doğru qaldıran F Arximed qüvvəsi var. İndi hal-hazırda bunlar bir-birinə bərabər olduğuna görə F ağırlıq bərabərdir F Arximedə. Baxın uşaqlar, bizə burada verib. F Arximed bərabər 2000 Newtondur. Demək ki, F ağırlıq da bərabərdir 2000 Newtona. Onda biz ağırlıq qüvvəmizin düsturunu yazsaq, F bərabərdir M vurulsun J-yə. Ağırlığı gətirib burada yerinə qoysaq. Neyi soruşur bizdən? Kütləni. M bərabərdir F bölünsün J-yə. F-mizin də qiyməti 2000-dir. 2000-i bölərəm 10-a. Bu da eləyəcək 200 kiloqram. Tapdım ki, qayığımızın kütləsi nə qədərdir? M bərabərdir 200 kiloqram olmuş oldu. 8-ci məsələyə keçək. 8-ci məsələdə deyilir ki, ördək gölə şəkildəki kimi eniş edərək dayanır. İndi vəziyyətləri müəyyənləşdirməliyik. A variantında deyilir, ördəyin hərəkətinin əksinə yönələn qüvvələr hansılardır? Baxın uşaqlar, ördək hal-hazırda suyun səthinə eniş edir və dayanır. Suyun səthi ilə onun ayaqları toxunduğu üçün suyun bir müqavimət qüvvəsi var, əksə doğru. Bir də hava ilə axı sürtünərək, təmas edərək gəlir. Ona görə də havanın bir də müqavimət qüvvəsi var. Demək ki, ördəyin hərəkətinin əksinə yönələn qüvvələr hansılar oldu? Bir suyun səthində yaranan qüvvələr, bir də ki, havanın müqavimət qüvvəsi. Yəni, suyun və havanın müqavimət qüvvəsi. B variantında ördək dayanana qədər ona təsir edən qüvvələr bir-birini tarazlaşdırırmı? Nə üçün? Ördək dayanana qədər, uşaqlar, əlbəttə ki, qüvvələr bir-birini tarazlaşdırmaz. Səbəb niyə görədir? Axı, bu qüvvələr bir-birini tarazlaşdırsaydı, onda ördək hələ də hərəkətinə davam eləmiş olardı. Amma elə deyil axı, ördək hərəkətinə davam etmir. Ördək müəyyən bir andan sonra stabil şəkildə dayanmış olur. Demək ki, ördəyin hərəkətinin əksinə doğru yönələn bu qüvvələr daha böyükdür ki, ördəyin sürəti getdikcə azalır və ördək hərəkətini saxlamış olur. C variantı, ördək göldə dayandıqda ona təsir edən qüvvələr hansılardır? Bayaqları bizim dediyimiz kimi, əgər ördək gölün səthində stabil, sakit vəziyyətdə qalırsa, demək ki, bu ördəyə təsir edən qüvvələr bir-birinə bərabər olan aşağıya doğru F ağırlığı və yuxarıya doğru F Arximed qüvvəsidir. Yəni, bu qüvvələr bir-birinə tarazlaşdırdığı üçün ördək stabil vəziyyətdə gölün səthində qalır. Amma yox, ördək hərəkətə başlayarsa, üzmə prosesini həyata keçirərsə, bu zaman suyun səthi ilə müqavimət qüvvəsi meydana çıxmış olacaq. Ona görə də burada deyilir ki, ördək göldə dayandıqda ağırlıq Arximedə bərabər olmuş olur. Və D variantında deyilir ki, ördək dayandıqda ona təsir edən qüvvələri bir-birini tarazlaşdırırmı? Nə üçün? Bəli, biz bunu artıq müəyyənləşdirdikdə ördək dayandıqda aşağıya doğru F ağırlıq və yuxarıya doğru F Arximed qüvvəsi təsir edir ki, bu zaman qüvvələr bir-birini tarazlaşdırır. Və 9-cu sonuncu suala keçək. Burada deyilir ki, oyuncaq maşınlardan hansılar tarazlaşan qüvvələrin təsiri altındadır? Fikir verəyin uşaqlar, birinci maşına, yəni K maşınına baxsaq, K maşınına sağa doğru 5 Newton, burada göstərirəm uşaqlar, baxın, 5 Newton sağa doğru qüvvə təsir edir. Bir də sola doğru 8 Newton. Bax, onu da burada göstərirəm. 8 Newton da bax burada. İndi deyir ki, tarazlaşan qüvvə təsir edər buna? Əlbəttə ki, yox. Çünki sola təsir edən qüvvə sağa təsir edən qüvvədən
daha böyükdür. Ona görə burada tarazlaşan qüvvədən danışmaq olmaz. Keçək el cisminə. El cismində burada göstərirəm. Sağa doğru bir 3 Newton var. Eyni zamanda bir sola doğru da 3 Newton var. Bəs bu zaman tarazlaşan qüvvədən danışmaq olar? Əlbəttə ki, danışmaq olar. Çünki sağa doğru da, sola doğru da təsir edən qüvvələr bir-birinə bərabərdir. Hər ikisi bir-birinə bərabərdir. Və keçək M maşınına. M maşınında deyilir ki, cisimə sağa doğru təsir edən qüvvə 10 Newton, sola doğru təsir edən qüvvə isə 5 Newtondur. Bu zaman tarazlaşan qüvvələr haqqında danışmaq olar? Əlbəttə ki, xeyr. Niyə görə? Çünki sağa təsir edən qüvvə daha böyükdür. Və demək ki, cisim sağa doğru hərəkət edir. Və əlbəttə ki, burada tarazlaşan qüvvə haqqında danışmaq olmaz. Və N cismində cismi götürək. Sağa doğru 2 Newton, sola doğru da 2 Newtondur. Bu qüvvələr bir-birinə bərabər olduğuna görə tarazlaşan qüvvədən söhbət gedilə bilər. Baxın uşaqlar, belə ümumi olaraq nəzər keçirsək, yadınızda saxlayın ki, əgər cisimə əks istiqamətdə eyni qüvvələr təsir edirsə, bu cisim tarazlaşan qüvvələr təsiri altındadır. Baxın, burada da 2 Newton, 2 Newton. Amma əks tərəfə doğrudur. Biri soladır, digər isə sağadır. Əlbəttə ki, burada tarazlaşan qüvvələrin təsirindən danışmaq olar. Bax, beləcə uşaqlar, ümid edirəm ki, suallarınıza aydınlıq gətirmiş oldum. Sağ olun.